Məktəbəqədər təhsil Bəli. proqramı neçə hissədən ibarətdir və hansılardır? Məktəbəqədər təhsil proqramı 3 hissədən ibarətdir. Məzmun, strategiya və dəyərləndirmə. Məzmuna nələr daxildir? Məzmuna daxildir inkişaf sahələri, didaktik prinsiplərdir, səriştələrdir, ümumi təlim nəticələridir, fəaliyyət yox, ümumi təlim nəticələri, didaktik prinsiplərdir, standartlardır, məzmun standartlarıdır. Və strategiya nədir? Strategiya nələr daxildir? Strategiya hansısa bir nəticəyə gedən qısa bir yol demək olar. Strategiya fikirləşin ki, bu nəticəyə necə çatasan. Strategiyaya da bizdə daxildir iş formaları, iş üsulları və təlimin planlaşdırılması. Təlim prosesi, onun təşkili prinsipləri, təlimin planlaşdırılması, iş forması, iş üsulları. Bugünkü mövzumuz İş formaları, iş üsulları. iş forması təlimin strategiyalarına daxildir, düzdürmü? Bəli. İndi gəlin Bəli. baxaq görüm. Bizə fərdi iş formasının müsbət və mənfi cəhətlərini sayın. Fərdi iş formasının məsələn müsbət cəhəti odur ki, uşaq öz tempi ilə işləyir tək başına. Öz tempi ilə işləyir. Uşaq özünü qiymətləndirə bilir. Uşaqda özünə inam hissi yüksəlir. Onun fərdi potensialı aşkarlanır. Uşaq qərar verə bilir. Məsəl üçün özü təkdir. Öz problemin elə bir öhdəsindən tək başına gəlir. Qərar vermə bacarığı da onda formalaşır. Mənfi cəhəti isə odur ki, əvvəl deyilən kimi də asosial olur da, təkdir. Və belə əgər davamlı şəkildə hər zaman fərdi iş verirsə, uşaq buna öyrəşə bilər. Bu da mənfi bir şeydir, asosiallaşa bilər. Həm də vaxt baxımından da tərbiyəçi üçün də bu mənfidir. Çünki fərdi tək başına eləmək çox vaxt tələb edir. Bu isə uyğun deyil məşğələnin müddətinə. Məsələn, həmin vaxt ərzində əgər qrupda 20 uşaq varsa, müəllimə hamıyla fərdi vaxt çatışmamazlığı ola bilər. Bəli. Bəs o hansı iş üsuludur ki, birgə səy, məhdud vaxt, problemin bir neçə həllini işlənib hazırlanması kimi açar sözləri var? Əqli hücum. Əqli hücum digər iş üsullarından necə seçilir? Bir nümunə deyə bilərsinizmi bu barədə ki, bu iş gəlsə də əqli hücum olsun? Məsələn, əqli hücum zamanı bir söz, bir sual verilir və bu suala hamı fikirləşib cavab verir. Qısa bir müddət ərzində hər uşaq bir cavab verir. Məsələn, nümunə kimi deyə bilərik ki, ətraf aləmlə tanışlıq məşğələsidir. Olsun nəqliyyat növləri. Nəqliyyat deyir və uşaqlar hərəsi nəqliyyata aid, əgər səhv demirəm, nəqliyyat haqqında deyilə bir misal üçün Yox, sual vermək. Yəni ki, uşaqlar, biz nə edək ki, məsəl üçün, maşınların tüstüsü təbiətimizi çirkləndirməsin. Ya da nə edək ki, təbiətimiz çirklənməsin. Nəqliyyat mövzusuna ola bilər ki, uşaqlar, biz nə edək ki, daha sürətli hərəkət minik, yəni sizcə ən sürətli minik avtomobili hansıdır? Ən sürətli nəqliyyat vasitəsi hansıdır? Bəli, bu olur bizim əqli hücumumuz. Uşaqlar fərqli cavablar verirlər. Ya da dünyanın ən sürətli heyvanı hansıdır? Belə bir dənə qısa sual və uşaqların fərqli cavabları. Hər uşaq fərqli cavab verir və heç kəsin fikrini də mühakimə etmirik. Səhv cavab anlayışı yoxdur deyirlər. Hansı üsul üçün deyirik? Səhv cavab anlayışı yoxdur. Elə əqli hücumda, məsələn, uşaq səhv cavab versə də, onu biz deməməliyik ki, uşaq pis olmasın. Və əgər biz onu səhv tutsa, uşaq gələn dəfə artıq utanacaq, cavab vermək istəməyəcək. Ona görə yönəldici üsulla sonradan başa salmaq lazımdır ki, məsəl üçün mövzu əsasında ki, məsələni aydınlaşdırmaq lazımdır. Onun səhvini belə yaxşı bir şəkildə düzəltmək. Məsələn, siz keçən dəfə nümunə çəkmişdiniz ev heyvanları haqqında, məsələn, zürafəni deyir. Başqa üsulla demək lazım, yəni vəhşi heyvan, ev heyvanı elə. Bəs o hansı üsuldur ki, oyun formasında aparılır, uşaqlarda yüksək fəallıq yaradır? Oyun formasında aparılan tapmaca
Mhm. iş Bax, və üsuludur. uşaqlarda yüksək E, fəallıq yaradır. Fəallıq yaradır, maraqlıdır oyun şəklində Bəs keçirdiyinə o görə. hansı Məsələn, üsuldur ki, mövzu ilə məzmunun zənginləşdirilməsi və tamamlanması məqsədi ilə istifadə olunur? Mövzu, nəql etmə bəli, mövzu məzmunun tamamlanması məqsədi ilə istifadə olunan üsul nəql etmədir. nəql Bəs o hansı iş formasıdır və hansı iş üsuludur ki, qaydaları əvvəlcədən uşaqlara təqdim etmək lazımdır? qruplarla iş forması Aha, bəs üsullardan? və problemli vəziyyət. İş üsullarından yox. Üsullar. Qruplarla İş forması forması. qrupdur, bəli. Bəs iş üsullarından hansındaydı? Qaydaları olan iş üsulu hansıdır? Bir dəqiqə. Müzakirədir, müzakirə. Müzakirə. Bəli, demişdik ki, müzakirədə uşaqlara qaydaları əvvəldən təqdim edir ki, bir-birlərini sona qədər dinləsinlər, bir-birinin sözünü kəsməsinlər. Bu qruplarda da var, müzakirədə də var. Müzakirədə. Bəs qruplarla iş formasına həm də problemli vəziyyət də daxildir də. Daha çox planlı yazılımda. Amma indi qaydaları olan müzakirədə bizim nətər ona problemli vəziyyət nümunə deyək? Yox. Uşaqların idrak fəallığını artıran üsul hansıdır? Suallar iş üsuludur. Hı. Suallar verilir. Məntiqi ardıcıllıq gözlənilir burada. Mövzu əsasında mövzuya aid olan suallar olmalıdır. Suallar açıq tipli olmalıdır. Bəs o hansı iş formasıdır ki, ümumi məqsəd müəyyənləşdirilir? Ümumi məqsəd kollektiv iş üsuludur. Bəli. Bəs o hansı iş formasıdır ki, uşaqlar arasında asıllıq yarada bilər? Mütəmadi istifadə Bu olunması. cütlərlə iş formasıdır. Cütlərlə iş formasıdır. Bəs o hansı iş formasıdır ki, uşaqlar arasında empatiya bacarıqları formalaşdırır? Belə o da cütlərlə iş formasında olur. Aha, bəs o hansı iş formasıdır ki, dominantlıq, bir uşağın bütün uşaqlara hakim olma riski var? O qruplarla iş formasında adətən, çünki orada lider seçilir. O lider də əgər elə hər dəfə seçilsə, onda dominantlıq əmələ gələr. Bəs hansı iş formasıdır ki, məsuliyyət uşaqlar arasında bölünməlidir? Kollektiv iş üsulunda. Məsuliyyət uşaqlar arasında bölünməlidir. Onu da çaşdım. Qruplarladır. Qruplar, bəli. Bəs o hansı iş formasıdır ki, müstəqil qərar vermə və tənqidi bacarıqların inkişafı, kritik bacarıqların inkişafı üçün əsasdır? Müstəqil qərar vermə, kritik bacarıqların inkişafı. Sizcə hansı iş forması? Fərdi iş formasında. Bəli, müstəqil qərar verirəmsə, olsun. Bir dənə də iş formalarından sual verim. O hansı iş formasıdır ki, fərqli fəaliyyətlər verilməlidir? Qruplarla iş formasında hər qrupa fərqli fəaliyyət verilir. Aha. Bir-birindən öyrənmə. Bir-birindən öyrənmə cütlərlə. Aha. Digərlərini dinləmə. Bu da həm qrupda da olur, həm kollektivdə də. Digərlərini dinləmə. Götürürük qruplara. Biri danışanda digərlərini dinləyirik. Amma dinləmə bacarıqları təkmilləşir, olur kollektivdə. Təzə kitabda təklif edib bəli, orada veriblər. Daha belə deyək də, baxın, qrupda başqalarının fikrinə hörmətlə yanaşıb, digərlərini dinləyirik, amma kollektivdə dinləmə bacarıqları təkmilləşir. Yəni digər sözü yoxdur, belə də yadda saxlaya bilərsiniz. Digərləri deyəndə qrupun digər üzvləri nəzərdə tutulur, amma kollektivdə sən artıq hamını dinləməlisən, yəni hamını. Orada artıq qrupun digər üzvləri demir. O hansı iş formasıdır ki, introvert uşaqlar üçün əlverişlidir?
fərdi iş forması. Aha, bəs ekstrovert uşaqlar üçün? Onlar üçün, yəni cütlərlə iş forması, Bəli. başqa iş formaları da elə. Danışım əvvəl. Bəli, balaca Sujet bölün, hə, balaca. sujetli rollu oyunlardı, hərəkətli oyunlardı, bir də didaktik oyunlardı. Bunlar 1-3 yaşda uşaqlar üçündür. Hı. Demək, hərəkətli oyunlar bir standartıdır. Yəni uşaqlar hərəkətli olur, kiçik motor. Didaktik oyunlar da ki, müəllimə stol üstü oyunlardır. Renkli toplardır, puzzle'lar, renkli toplardır, ondan sonra bərk materiallardan olan da müəllimə. Hı. Kubiklərdir, dominolardır, bunlardır. Sujetli rollu oyunlarda baba nənəni təqlid edir. Rollara girirlər. Məsələn, həkim roludur. Ya 1-3 yaşda da həkim deyil, müəllimə gəlinciyi yemək yedirzirlər, gənciyin paltarını, ayaqqabısını geyindirirlər. Aha, indi keçək qısa iş. Siz bir dənə bizə cütlərlə iş formasının müsbət və mənfi tərəflərini deyin, mən sonra sizə qısa suallar verəcəm. Demək, müəllimə, cütlərlə fərdi iş forması uşaqların potensialını müəyyənləşdirir. Uşağın zəif tərəflərini aşkara çıxardır, özünə inamını. Fərdi işdə açar söz, yəni müstəqil öyrənmədir. Cütlərlə dedik, WhatsApp cütlərlə. Siz cütlərdən danışın. Fərdi iş formasından sizdən öncəki müəllim danışdı. Aha. Cütlərlə. Cütlərlə iş formasında müəllimə, burada bir-birlərinə sözü olur. Yəni bir-birlərinə elə bir məşğələni birgə həll edirlər, verilən tapşırıqları, özlərinin işini dəyərləndirirlər. Vaxt çatışmamazda ki, konfessiyalık adını deyə bilmirəm müəllimə onun. Nəyin adını deyə bilmirsiniz? O bir dənə ad var, vaxt çatışmamazlığı, cütlərlə iş konflikti nəsə. Konfliktlər, hə. Mübahisə deyin, mübahisə. Yəni burada əsas müəllimə bir-birlərinə sözü olur, bir-birlərinin işlərini dəyərləndirirlər. Konflikt sözünü deyə bilməyəndə mübahisə sözü deyə bilərsiniz. Mübahisə elə konflikt deməkdir. Aha. Rusca da deyə bilərsiniz, razborka. Aha. Qruplarla iş formasında da müəllimə qrupda 3-4 nəfər uşaq olur. Yəni burada səs-küylük olur. Burada həm də ki, kiçik qrupda yəni birləşə bilər burada. Uşaqlar kiçik qruplarda birləşir. Yaxşı, təzə PDF-yə baxmısınız? Təzə üsulla formalar olan PDF-yə. Ona müəllimə baxmışam, tam baxmamışam da belə. Aha, bəs desəm ki, o hansı iş formasıdır ki, mənfi cəhətlərin arasında sosial təcrid deyilən bir anlayış var? Sosial təcrid desəm, hansı iş forması üçün keçərli olur? Kollektiv. Sosial təcrid. Təcrid olunur sosial cəhətdən. Sosial cütlərlə işdə müəllimə. Yox, cütləri niyə təcrid olsun ki, podruqasına oturur, danışır Təcrid gündə. sözünün mənası nədir müəllimə? Mən onu bilmirəm ona görə. Təcrid olunmaq, təcrid. Aşağıdan cavabları yazmayın. Təcrid olunmaq nədir? Məhrum olmaq. Fərdi iş formasındadır. Bəli, fərdi iş. Təcrid olmaq məhrum olmaqdır. Yəni sosial cəhətdən məhrum olur. Yəni yoldaşlıqdan, əməkdaşlıqdan. Bu fərdi iş formasının mütəmadi olaraq istifadə olunduqda qarşılaşa biləcəyimiz mənfi tərəfidir. O da həmişə yox. Mütəmadi olaraq əgər müəllim deyir, fərdi iş versə, bəli, deyir mənfi cəhət kimi uşaqlarda sosial təcrid formalaşar. Yəni sosial təcrid baş verər. Bəs yaxşı, o hansı iş formasıdır ki, tapşırıq üzərində 2 uşaq işləyir və məsuliyyət bölünür? Müəllimə, o cütlərlə iş formasındadır. Bəs o hansı iş formasıdır ki, fərdin potensialı aşkarlanır, özünü təhlil və qərar vermə bacarığı formalaşır? Müəllimə, fərdi iş formasıdır. Bəs o hansı iş formasıdır ki, ümumi məqsəd uğrunda birgə çalışmaq öyrənilir? O kollektivdir müəllimə. Bəli, ümumi məqsəd varsa, birgə çalışmaq varsa.
Təbii ki. Olur. Hı. Bəs o hansı iş formasıdır ki, eee, uşaqlarda başqalarının fikirlərinə hörmət və liderlik keyfiyyətləri formalaşır? Müəllimə, liderlik burada cütlərlə iş formasındadır. Yox. Yo qruplarladır, Hı liderlik hı. edirlər. Bəli, qrupda Qruplar. lideri qrupda seçirik. Qrupda olur lider. Yaxşı. Bəs o hansı iş üsuludur ki, anlayışın düzgün tapılmasında fəallıq göstərən uşaqları qiymətləndiririk? Anlayışın Fəallıq göstərir. anlayışın tapılması, açar söz burada anlayışın tapılmasıdır. Deyir, anlayışın Anladım. tapılmasında fəallıq göstərən uşaqlar qiymətləndirilir. Hansı iş formasında? Müəllimə, o müzakirədir. Yox, anlayışın tapılması. Harda tapırıq anlayış? Sual. Müəllimə, Anlayışın tapılması. Tapmacanın ikinci açar sözüdür. Yaxşı? İndi müəllimə testə düşəndə, məsələn, müəllimə lövhəyə kart asır, mən onu elə bilirdim. O heç də, o da var. Bir Yəni dənə söz deyil, axı bəs orada o qədər şey yazılıb. Bir dənə söz olsa elə bir dənə cümlə yazarlar, vəssalam da. Anlayışın tapılması, oyun tapmaca formasında aparılır. Müəllim lövhədə dairəvi Aha, şəkil asır, açar sözlər deyir, uşaqlarda yüksək fəallıq yaradır, oyun formasındadır, yönəldici söz sadalayırsan. Bəs bu qədər orada cümlə yazılıb. tapmacadır. Bəli, anlayışın tapılması. Tapmaq, elə anlayış tapmaq sözündən yadda saxlaya bilərsiniz ki, orada da nəsə tapmaq var. Deyir ki, uşaqlarda idrak fəallığını artırır və sayı 4-5 olmalı, mövzu ilə məzmunu bilavasitə əlaqəli olmalıdır. Demək müəllimə, burada suallardır da. Sual versən uşaq idrak, təfəkkür inkişaf eləyir uşaqda. İndi Sual bizə versən deyin görün, suallara. müzakirədəki suallarla suallardakı sualı necə fərqləndirirsiniz testdə? Müəllimə, müzakirədə uşağın qarşısına alma qoyuruq, armud qoyuruq. Burada uşaqlar bir-birlərinə müzakirə edirlər. Biri deyir, mənim armudum sarı rəngdədir, biri deyir, yaşıl rəngdədir. Belə müzakirə edirlər. Suallarda da ki, yəni idrak sualları verir. Uşaqlar deyək ki, ekskursiyaya gedirlər. Orada zooparka gedirlər. Orada hansısa heyvanı görürlər. Uşaqlar yəni qısa konkret, məsələn, orada tülkünün neçə gözü var idi, tülkünün quyruğu var idi, belə söhbət eləyirdi. Yəni bu Bəli, süjet ya və üzrə ardıcıl. gedirlər, qarşısına dovşan çıxır. Müəllimə deyir, uşaqlar burada dovşan nə yeyirdi? Uşaq deyir kök yedi. Dovşanın neçə qulağı var idi? Belə idrak suallar verir. Bəli, bir-birinə ardıcıl, məzmunca uyğun ardıcıl suallar verilir. Açıq suallardan istifadə olunur. Uşaqlar inandırıcı nitq nümayiş etdirir desəm hansı iş üsulu Açıq suallardan istifadə olunur və inandırıcı nitq nümayiş uşaqlar inandırıcı nitq nümayiş etdirməlidir. açıq suallar mənim elə suallarda olur da. Yox, açıq suallardan istifadə olunur. Uşaqlar inandırıcı nitq nümayiş etdirir. Nağıl müəllimə, nağıl etmə. Müzakirə. Deyəcək. Açıq suallar. Yaxşı. Siz bizə deyə bilərsinizmi, məktəbəqədər təhsil proqramı neçə hissədən ibarətdir və hansılardır? Məktəbəqədər təhsilin 3 proqramı var. Məktəbəqədər Üç təhsilin hissəsi var. məzmunu 3 hissəsi var. 3 hissəsi var. Məktəbəqədər təhsilin məzmunu, təlimin məktəbəqədər təhsilin məzmunu, strategiyaları, bir də uşaq inkişafının dəyərləndirilməsi. Bəli, uşaq inkişafının dəyərləndirilməsi. Və strategiyalara nələr daxildir? Strategiyalara iş üsulu, iş forması, təlimin təşkilində verilən tələblər, inkişaf etdirici mühit, bunlar, yəni da bir də planlaşdırılma. Yaxşı. Bəs strategiya özü nədir? Strategiya özü müəllimə, strategiya əlaqədir də ümumi təlim yox, ümumi təlim yox. Strategiya müəllimə Hədəfə çatmaq üçün
məqsədlər zənciridir, addımlar ardıcıllığıdır, alqoritmdir, uyğunluqdur. Səhifə istiqamət verir. Qısaca belə deyə bilərsiniz. Yaxşı. Bəs o hansı iş üsuludur ki, deməli, həm məşğələnin həm əvvəlində, həm sonunda aparıla bilir, istifadə oluna bilir daha doğrusu. Məşğələ, əqli hücum müəllimə. Həm əvvəlində, həm sonunda. Açar sözdür elə əvvəl son. Əqli hücum müəllimə. Xeyr, sual təkrarlanırsa, deməli cavab doğru deyil. Həm məşğələnin əvvəlində və sonunda aparılan, istifadə olunan üsul söz assosiasiyasıdır. Girişdə də Müqayisəli müəllim verir, bəli. Girişdə də verirəm, sonda da aparıram. Görürəm uşaqlar nə bilirdilər, nə öyrəndilər. Yaxşı. Problemli vəziyyət iş üsulu haqqında danışın. Problemli vəziyyət necə iş üsuludur? Necə aparılır, necə təşkil olunur, hansı açar sözləri var? Uşaqlara tapşırıq verilir, müəllimə. Uşaqlar, yəni əgər bunu bilmirlərsə, yəni verilən tapşırığı bir-birlərinin arasında müəllim elə bir köməklik edir də müəllimə burada. Uşaq problemli vəziyyətdən çıxardır. Deyirsiniz ki, uşaqlar qruplara bölünür, iş vərəqi paylanılır. Kitabdakı cümlələr belədir də. Sonra? Uşaqlar bir-birlərinə yəni müqayisə edirlər də burada. Öz aralarında. Uşaqlara problem təklif olunur, uşaq iş qruplara bölünür, iş vərəqləri paylanılır, şəkil təsvir olunmuş. Uşaqlar müzakirə edirlər, problemin həll yolunu axtarırlar, sonda bir nəticəyə gəlirlər. Bunlar problemli vəziyyətin açar sözləridir. Tərbiyəçi təlimin strategiyalarını seçərkən nəyə diqqət etməlidir? Nəyə əsasən təlim strategiyaları seçirik? Nəyə əsasən? Təlimi düzgün verməkdən, planı düzgün hazırlamaq, məqsədi düzgün hazırlamaq. Mən də sual verirəm ki, nəyə əsasən planı düzgün seçirik, planı dediniz ki, düzgün seçirik. Sual verirəm ki, təlimin strategiyaları nəyə əsasən seçilir? Uşaqların yaşı, Uşaqların yaşı və fərdi xüsusiyyətləri müəllimə. məşğələ, məşğələnin mövzusu. Mən onlar məşğələ, standart, ondan sonra Mövzuya uyğun olaraq təlim strategiyaları seçilir. Mən plan nə idi strategiyalara daxil olan? Plan, iş üsulu, iş forması, prinsiplər. Birinci, təlimin strategiyasında uşağın yaşı, fərdi xüsusiyyətləri nəzərə alınır. Sonra məşğələnin mövzusu, təlim metodları, eyni zamanda cari planlaşdırma, varsa standartımıza uyğun olaraq müəyyən belə deyək də strategiyalarda dəyişikliklər edilir. 4K səriştələri hansılardır? Tənqidi təfəkkür, fəaliyyət, bir də dəyərlərdir müəllimə. Bir də, zəhmət olmasa. Tənqidi təfəkkürdür, fəaliyyətdir, bir də dəyərlərdir. Yox, o səriştənin kateqoriyalarıdır. Sualım belədir ki, 4K səriştələri hansılardır? Müəllimə, fəaliyyətdir burada. 4K səriştələri 4-ündə K hərfi ilə olan kreativlik, kömək edirəm. Bunu deyirsiniz, kreativlik, ondan sonra kommunikativlik, kooperativlik, bunlardır. Bir də arqument gətirmə. Kreativ, kritik, kommunikativ və kooperativ, bəli. Bizə deyə bilərsinizmi, birinci körpələr qrupunda hansı məşğələlər keçirilir? Həftədə neçə məşğələ miqdarı ayrılıb? Birinci körpələr qrupunda müəllimə, demək 6 məşğələ var. 1-2 yaşlı uşaqlarda, 2-3 yaşlarda da 8 uşaq. Demək, müəllimə 1-2 yaşlı deyim, yəni 2-3 yaşlı deyim. Birinci körpələr qrupu. Birinci körpələr qrupunda demək, ətraf mühitlə tanışlıqdır, sensor tərbiyədir, ondan sonra fiziki tərbiyədir, Fiziki tərbiyə yox, musiqidir. hərəkətlərin inkişafı.
Müəllimə bizdə elə yazılır, ona görə planı. Bəs dərs atmışam. Musiqi, rəsm. Müəllimə orada biri var ya, aplikasiya. Bizdə necədir? Məsələn, rəsm yoxdur. 2-ci körpələr qrupunda rəsmdir, aplikasiyadır, quraşdırmadır müəllimə. Qulaq asın. O hansı iş formasıdır ki, bütün yaş qruplarında istifadə olunur? Əqli hücum. İş forması. Hə, iş forması müəllimə, fərdi, Aha. Yenə var. fərdi deməli. Bütün yaşlarda istifadə olunan iş forması hansıdır? Fərdi. Var yenə. Fərdidir müəllimə. Fərdi var da müəllimə, Var. kollektivdir. Sualın sizə aydın olmadı. Sual verirəm ki, Mən bütün yaşlarda istifadə olunan iş formaları hansılardır? Forması ya da formaları. Biri fərdidir, bəli. Yenə var, sual verirəm. xeyr, müəllimə xeyr yoxdur. Var. Kollektiv və fərdi. Hə, müəllimə fərdidir, kollektivdir, cütlərlədir. Bunu deyirsiz? Cütlərlə yoxdur hər yaşda. Fərdi, kollektiv. Bəli. Bəs o hansı iş formasıdır ki, yalnız körpələr qruplarında var, istifadə olunur? Körpələr qrupunda yarım qruplarla müəllimə. Bəli, yalnız körpələr qrupunda yarım qruplarla iş forması istifadə olunur. Yeni müəllimə səsiniz həqiqətən o qədər gözəldir. Keçən səfər də yatdım qaldım. Bilmiyorum sizi. Bizə qruplarla iş formasının müsbət və mənfi cəhətlərini deyin. Qruplarla işin müsbət cəhəti, belə deyim də, ümumi deyim, qruplar da işdə müəllimə lider olur, əməkdaşlıq açar sözdür. Sonra problem əməkdaşlıq, lider seçilir və hər dəfə eyni uşaq lider ola bilməz. Ya hər dəfə fərqli uşaq lider olmalıdır. Sonra belə. Mənfi cəhəti də ki, vaxt çatışmamazlığı olmur da. Müsbət cəhəti odur ki, vaxt çatışmamazlığı olmur. Aha. Fərdi vaxt çatışmamazlığı. Qruplarda bəli, Müəllimə müəllimə olar vaxta siz bir qənaətdir. müəllimələrə deyirdiniz, o tapırdı belə. Ona elə deyə bilərsiniz Əvvəlcə mənə. bir-iki kəlmə siz danışın, sonra bəli. O hansı iş formasıdır ki, asosial uşaqlar üçün daha əlverişli hesab olunur? Necə cavab verdimsə müəllimə getdi. Asosial uşaqlar üçün əlverişli olan iş forması. Bəli. Bəli, bəli müəllimə. Hə, müəllimə, asosial olan uşaq əlverişli, fərdi iş forması asosial uşaqlar üçün əlverişsizdir. Asosial olur da fərdi işdə uşaqlar. Mən sual verirəm ki, hansı iş forması asosial uşaqlar üçün əlverişlidir? Kollektiv iş forması. Birbaşa asosialı birbaşa kollektivə atırıq. Qruplara, sonra kollektivdə də mərhələ. Əvvəlcə cütə, cüt. Hə, ən yaxın əməkdaşlıq cüt, sonra qruplarla əməkdaşlıq. Salırıq cütlərə, sonra qrupa, bəli, kollektivə də daxil olur. Amma birinci cütə salmaq lazımdır. Bu zaten asosial da. Bəli, ekstrovert da açar sözü cütündə. Yaxşı, o hansı iş formasıdır ki, yaxın inkişaf zonası güclənir? İş forması, İş formasıdır ki, yaxın inkişaf zonası güclənir. Qruplarladır müəllim. Aşağıdan yadımda nə olar? Bəli. Qruplarladır müəllimə. Bayaqdan siz yazırsınız, indi onlar yazır. Yazma olmaz o şəkildə. Müəllimə, bayaqdan müəllimə. Bəs o hansı iş formasıdır ki, digərlərindən öyrənmə əsasdır? Bunlar hamısı köhnə açar sözlər. Kollektiv. Yox, digərlərindən öyrənmə. Qruplarla. Bəli, digərlərindən öyrənmə qruplardır. Bəs o hansı... Müəllimə təzə açar sözlərlə də deyə bilərsə, öyrənmişəm. O köhnə yaxşı. O hansı iş formasıdır ki, mərkəzdə yapışdırılmış sözlə bağlı sözlər, ifadələr söyləmək uşaqlara tapşırılır? Söz assosiasiyası. Mərkəzdə yapışdırılmış şəkil var söz assosiasiyasında. Klaster. Məktəbə hazırlıqda olur ən çox. O hansı iş üsuludur ki, məntiqi ardıcıllıq gözlənilməli, mövzu ilə əlaqəli olmalıdır? Suallar. Bəli, o hansı iş formasıdır ki, müstəqil fikir söyləməyə təşviq edilir,
səhv cavab anlayışı yoxdur. Əqli hücumdur. Mhm. O hansı Vaxt məhdudiyyəti də var orada. bəli, o Təməl hansı biliklər fəallaşdırılır. bəli, o Yaddaş hansı tezə iş çox öyrənir. üsuludur ki, bir anlayışla bağlı digər anlayışlar düşünülür və söylənilir. Söz assosiasiyasıdır da, bu da Bəli. assosiativ. O hansı Yox, iş yapışmışam söz. bəli, doğrudur. Bu dəfə düz tutdun. O hansı iş formasıdır ki, ümumilikdə hədəfə yönəlmə möhkəmlənir? İş forması. Ümumilikdə Hədəfə ümumilikdə yönəlmə. sözü varsa kollektivdir. Kollektiv müəllim. Bəli, hansı iş formasıdır ki, uşaqlarda liderlik keyfiyyəti və sosial bacarıqlar formalaşır? Qrup. Mhm. Qruplar. Bəs o hansı iş formasıdır ki, konfliktli uşaqlar üçün əlverişsizdir, mübahisələr yarana bilir? Cütlər, işdə də hələtdə simeçkimiz yaxşı olmalıdır ki, qırğın tutmasın qrupda. O hansı iş formasıdır Müdirin ki, qulağına çatmaz. o hansı iş formasıdır ki, Aha. bəzi uşaqlar tək başına işləməkdən yorulur və maraqsızlıq motivasiyanı azaldır. Fərdi, Bəli. asosial olurlar. Yəni sosiallaşmaq lazımdır. Aha, yaxşı. Bəs o hansı iş üsuludur ki, açıq suallardan istifadə olunmalıdır? Açıq suallar, müzakirə. Bəli. İnandırıcı nitq inkişaf tələb olunur. İnandırıcı nitq, əqli hücum, Xeyr. yox. Müzakirədir. Bəli, bu da müzakirədir. Yaxşı. Əqli hücumla müəllimə müzakirəni biraz səhv salıram. Mhm. Müzakirədə danışmaq var, amma əqli hücumda danışmaq yoxdur. Bir dənə ideya toplayırsan, vəssalam. İnandırıcı nitqə ehtiyac yoxdur. Zaten səhv də desə, düz də desə qəbul edirik. Amma müzakirədə inandırmalıdır, əsaslandırmalıdır. Diskussiya, söhbət. Mhm. Təhlil. O hansı iş üsuludur ki, mərkəzdə yerləşdirilmiş şəkil uşaqların diqqətini cəmləşdirərək əsas ideyanı ətrafında fikri genişləndirir. Təzə açarsan. Bircə dəqiqə. Mərkəzə şəkil, Aha. şaxələndirmə klaster. Bəli, baxın nə deyir. Mərkəzdə yerləşdirilmiş şəkillə uşaqların diqqəti bəli. genişləndirilir. Yəni şaxələyirsən də genişləndirirsən. Heç belə sözləri bilməsəz O belə. vaxt mən də açıq məşğələdə klaster vermişdim. O yadımda ondan qaldı ki, şəkil qoydum. Ona uyğun şəkilləri açırdılar uşaqlar. Danışırdıq, elə yadımda qaldı. Əla. Bəs o hansı iş üsuludur ki, deməli. Aha, fikirlər paylaşılır, uşaqlar cavablarını izah edir, fakt və hadisələrdən səbəblər gətirirlər. Fikirlər paylaşılır. Müzakirədir də. Bəli, müzakirə. Səbəb nəticə. Bəli, müzakirədir. Görürsüz müəllimə yaxşı bilirəm. Bir də o açılışdı, gəlir davamı. Özümə inana bilmirəm müəllimə. Bu sizin sayənizdə həqiqətən birinci dəfə sizə qoşulan. Sualda deyilir ki, o hansı iş üsuludur ki, onun məntiqi ardıcıllıqla istifadə olunması uşağın düşünmə strukturunu möhkəmləndirir və problemə kompleks yanaşmağı formalaşdırır. Biraz təzə açar. İş forması. Bu suallardır məntiqi. Bəli. Məntiqi ardıcıllıq. Bəli. Gördünüz, həmin o vaxtda öyrəndiyimiz məntiqi ardıcıllıq sözüdür. Sadəcə bir-iki dənə artım var yanında. Əlavə, bəli, sinonimlər əlavə olunub. Müəllimə, mən başqa ilk dəfə bunu Sizmi təlimi strategiyalarına nələr daxildir? Onu deyə bilmərəm, amma çalışaram. Didaktik prinsiplər, iş üsulları, iş formaları, sonra təlimin təşkil. Hamısında müəllimə mən bilirsiz onu necə tapıram testdə. Təlimin sözü varsa strategiyadır. Deməli, elə kəsə tapıram. aha, təlimin təşkilinə verən prinsip. Hətta hansında təlim sözü varsa onu strateji götürürəm. Qiymətləndirməni də bilirəm ki, yekun hesabatdır, inkişafın izlənməsidir, diaqnostikdir. Onlar dəyərləndirmədir. Təlim sözü olanlar strategiyadır. Yerdə qalanlar da ki, Aha. Deməli, bizə deyin görüm, o hansı
iş üsuludur ki, müqayisəli qiymətləndirməyə şərait yaradır. İş üsulu, müqayisəli qiymətləndirmə, cütlər, İş üsulu. iş üsulu, müqayisəli qiymətləndirmə. Bu təzad sözü yəqin. Yox, yox, təzad. Müzakirət də. Yox, müqayisəli qiymətləndirmə. Müqayisəli bilmədim, amma Əvvəl, aşağıdan sonra. yazıblar söz Əvvəl, assosiasiyası. sonra. Hə, Əvvəl də əvvəl aparılır, sonra sonra da anlayışlar. aparılır. Bildim o söz assosiasiyasıdır, amma müqayisəli kimi tapmadım. Bəs əvvəli, sonrası da Hə. olur. Bizə qruplarla işin müsbət və mənfi tərəflərini deyin, sonra mən sizə qısa suallar verəcəm. Qruplarla işi müsbət cəhəti odur ki, əməkdaşlıq, ünsiyyət, liderlik olur. Mənfi cəhəti odur ki, yəni burada qiymətləndirmə əgər səs-küy olarsa, qaydalara əməl olunmazsa, qiymətləndirmə aparmaq düzgün olmur, aparılmır. Apara bilmir. Aha, düzgün aparılmır. Aha. Aparılmır. Narazılıq olur. Yəni burada uşaqlar o deyir mən, bu deyir mən. Yəni belə narazılıq yaranır. Belə. Yaxşı. O hansı iş formasıdır ki, uşaqlar arasında liderlik bacarığı formalaşır? Bu qruplarla iş formasıdır. Liderlik. Bəli, qruplarla iş forması. Yaxşı. Bizə biraz təzədən də oradan-buradan vereyim qısaca. Baxın, köhnə sinonimlərlə əlaqələndirəsiniz. Tapşırıq üzərində bir uşaq işləyir. Nə tərəf? Tapşırıq üzərində bir uşaq işləyir. Bu fərdi iş üsuludur. Bir uşaq işləyirsə. Aha. Birgə düşünmə və həll yolu axtarma bacarığı inkişaf edir. Uşaqlar arasında ən yaxın əməkdaşlıq. Cütlərlə işdə ən yaxın əməkdaşlıq cütlərlə. Deyir ki, bu iş forması zamanı fikir ayrılıqları və qarşıdurmalar ola bilər. Bu qruplarla olur. Mübahisələr və fikir ayrılığı, qarşıdurmalar konfliktlər deməkdir və cütlərə götürürük onu. Amma qruplarda da var. Bəli, qruplarda da müəllimənin nəzarəti olmadıqda sosial sosial mübarizə əsasında, yəni liderlik uğrunda mübarizədə, bəli, mübahisələr orada da yaranır. O hansı iş formasıdır ki, məsuliyyət uşaqlar arasında bölünür? Məsuliyyət bölünür. Qruplarla. Bəli, bəs Qruplarla. bəli, o hansı iş formasıdır ki, tapşırığı birgə yerinə yetirilir? Birgə Tapşırıq. yerinə yetirmək Tapşırıq. kollektiv iş formasıdır. Bəli, kollektiv iş formasıdır. O hansı iş formasıdır ki, ümumilikdə hədəfə yönəlmə möhkəmlənir və ümumi məqsəd müəyyənləşir? Bu qruplarla işdir müəllimə. Ümumi məqsəd, birgə fəaliyyət. Kollektiv. Bəli, ümumi məqsəd varsa kollektiv. Bəs o hansı iş formasıdır ki, dominantlıqla qarşılaşa bilərik? Bir uşağın digər uşaqlara hakim olma riski var. Nəzarət olmadıqda. Dominantlıq. Qruplarla. Bəli. Qruplarla, yəni bir uşaq mənim, ancaq mənim. Lider uşağın dominantlığı ilə qarşılaşa bilər. O da ki, müəllimə nəzarət etmədikdə eyni uşağı hər dəfə qrup lideri seçdikdə bəli, qarşılaşa bilərik. Bəs o hansı iş formasıdır ki, uşaqlar arasında asılılıq yaradır və müstəqil düşünmə bacarığını zəiflədir deyirik? Asıllıq yaradır. Cütlərlə iş formasında. Bəli, asılı olmaq cütlərlə iş formasındadır. Keçdik üsullara. Uşaqlarda dinləmə bacarığı formalaşdıran üsul və vizual materiallarla dəstəklənən. Nağıl etmədir. Nağıl etməli. O hansı iş üsuludur ki, deməli, uşaqlarda fəallıq yaradır və səhv cavab anlayışı yoxdur? Əqli hücumdur. Əqli hücumda fəallıqdır, səhv cavab anlayışı yoxdur. Bəs o hansı iş üsuludur ki, müqayisəli qiymətləndirməyə şərait yaradır? Müqayisəli qiymətləndirmə söz assosiasiyasıdır. Bəli, söz assosiasiyası. Bəs o hansı
iş üsuludur ki, mövzu ətrafında fikir mübadiləsi, diskussiya aparılır. Açıq suallardan da istifadə olunur. Müzakirə iş üsulu. Bəli, diskussiya söhbət deməkdir, müzakirə deməkdir. Doğrudur. Siz deyə bilərsinizmi məktəbə qədər təhsil məzmununa nələr daxildir? Məktəbə qədər təhsilin məzmununa daxildir. Didaktik prinsiplər, inkişaf sahəsinin xarakteristikası, səriştələr, təlim nəticələri, məşğələlər, həftəlik miqdarı, standartlar, inteqrasiya. Əla. Sonra bugünkü dərs çox da köhnə dərslərə getmək istəmirəm. Bugünkü təzə sözlər var deyə elə hələ ki buradan da eləyək. Növbəti dərslərdə köhnələrdən də sual verəcəm. Yaxşı, yeni Olar. sualları dedik. Hansı sula heç dəymədik? Toxunmadığımız üsul qalmadı. Əyri hücum, tapmaca, problemli vəziyyət üsulu təşkil olunarkən belə açar sözləri hansılardır? Nəyə diqqət edirik? Problemli vəziyyət zamanı. Burada uşağın qabağına problemli vəziyyət qoyulur. Yəni bu müzakirə olunur. Sonra ümumi nəticə alınır. 4-5 nəfərlik qruplara bölünür. Tənqidi təfəkkürü, təhlil etmə, ümumiləşdirmə inkişaf eləyir. Aha. Bəs o hansı iş üsuludur ki, sayı 4-5 olur, uşaqlarda idrak fəallığı yaradır deyirik? Suallar. Bəli, Suallar. İdrak fəallığı suallardadır. Yəni açar söz olaraq. Bəli, doğrudur. Bəs müqayisə problemli vəziyyət. Danışanda tapmaca necə olur, klassik necə olur, müqayisə necə olur? Yüksək fəallıq olur, oyun formasında keçirilənir, amma o yəni şəklin üzü Bağlı olur. necə lövhəyə tərəf olur. Aha, yəni bağlı şəkli olur, uşaqlar şəklin üzü bağlı görmürlər. olur. Aha. Görmürlər. Ətrafında yəni o şəklə uyğun Başqa şəkillər Şəkillər. açılır. başqa şəkillər yönləndirir. Biraz bu testlərdə qarışdıraram. Diqqətli olanda qarışdırmırıq. Prosta o tələsirsiz yəqin oxuyanda, onda təbii ki olur. Deməli, tapmacada belədir. Uşaqlar şəkli görmür, amma müəllimə açar sözlər deyir ya da yanına onunla əlaqəli şəkillər yapışdırır. Ətrafındakı uşaqlar görür, amma mərkəzdəki şəkli görmürlər. Klass dildə isə əksinədir. Mərkəzdəki şəkli uşaqlar görürlər, ətrafını özləri doldururlar. Yəni məsəl üçün inək, o təzə PDF-də şəkil var deyə inəyi yapışdırır müəllimə ortaya deyir uşaqlar, inəyin bizə nə kimi faydaları var? Biri qayıdır deyir ki, müəllimə inəyin südü olur. Bəli, südü yapışdırıram ora bir stəkan süd şəkli. Sonra soruşuram başqa nəyi olur? Əti olur. İndi uşaq da görüb, bilir, eşidib. Sonra əlavə olaraq doldurur. Bəs uşaqlar inəyin südündən nə hazırlayır? Qatıq qoyuram ora, kaşa qoyuram, dondurma qoyuram uşaqlar. Bu olur klaster. Yəni inəyin ətrafını uşaqların köməyi ilə fikirləri şaxələndirərək genişlənir. Açar söz burada. Genişlənib. Bəli, deyir, mərkəzdə yapışdırılmış şəkil uşaqların diqqətini cəmləşdirir və əsas ideya ətrafında fikirlər genişləndirilir. Biraz da açar söz kimi bunu da yadda saxlaya bilərsiniz. Sonra tapmacada isə uşaqlar şəkli görmürlər, müəllimə yönəldici açar sözlər deyir uşaqlara, uşaqlar gizlədilmiş anlayışı tapırlar. Tapılır. Bəli, burada açar söz elə açar sözdür, gizlədilmiş anlayışdır, yüksək fəallıqdır, oyun formasındadır və belə bir təzə dilində mənim özüm əvvəlki dərslərdə istifadə etdiyim belə bir açar söz var. Deyir ki, əşya və yaxud da obyekt əlamətlərlə verilir. Bax, bu tapmacanın açar sözdür. Əşya və obyekt əlamətləri ilə verilir. Yəni özü yox verilmir, əlamətləri verilir. Təzə şeydə var da, təzə PDF-də var. Yəqin ki, bu burada yoxdur. Yox, bu cümlə yoxdur. Heç təzədə də yoxdur. Səhv eləmirəmsə, özüm əvvəllər sual cavabı bu cümləni istifadə edirdim. Deyir, əşya və hadisə əlamətləri ilə verilir. Yəni özünü vermir, əlamətini verir, sən tapırsan da bir növ. Bu da olur tapmaca. Hə. Yaxşı. Bizə deyə bilərsinizmi ki, müzakirədəki suallarla suallar üsulundakı suallar necə fərqlənir?
Müzakirə işi üsulunun sualları açıq olur. Hı hı. Yəni Bəli. uşaq onu tez cavablandıra bilir, açıq olur. Uşaq onu öz açıq suallar var. Açıq sualları uşaqlar əhatəli cavablayır. Amma sualların iş üsulundakı suallar uşaqların deməli bilik səviyyəsinə uyğun, Düşünür, mövzuya uyğun, düşünür. bəli, qapalı, açıq, qarışıq olur və mütləq şəkildə mövzuya və uyğun olmalı, məntiqi ardıcıllıq olmalı. Amma müzakirədə bir dənə sual olur, iki dənə sual olur, daha çox açıq suallar olur. Niyə, nə üçün, sən olsaydın nə edərdin, nə üçün belə etdi, doğru mu etdi, yanlış mı etdi? Bu növ tənqidi təfəkkürü də inkişaf etdirir deyirik. Bəs o hansı iş formasıdır ki, yalnız 3-6 yaşda istifadə olunur? 3-6 yaşda. Hı -hı. İş forması hansıdır? 3-6 Hə, yaşda istifadə olunur. iş forması fərdi, cütlər, qruplar, 3-6 kollektiv. yaşda, ancaq 3-6 yaşda istifadə olunan, yalnız 3-6 yaş. Yalnız, Yalnız 3-6 yalnız yaşda. Cüt və qrup. Niyə çəkirsiniz? cütlər, cütlər və Cütlər və qrup niyə çəkirsiniz ki? Bəs cütlər. o hansı iş formasıdır ki, bütün qruplarda istifadə olunur? Kollektiv, Bəs başqa? fərdi. Bəli, fərdi və kollektiv bütün yaşlarda istifadə olunur. Amma bəs ancaq 1-ci, 2-ci körpələr qrupunda istifadə olunan forma. Yarım qruplar, təkcə yəni kiçik qrupda Hı -hı. istifadə olunur. Necə Yarım aparılır qruplar. yarım qruplarla iş? Bölünür, uşaqlar bölünür. 7-8 nəfərə, yəni bölünür. Burada müəllim bir belə qrupa çəkir, sonra o bir qrupa çəkir. Burada biraz yəni müəllim üçün yəni bu çatışmazlıq təzədən təkrar olunması, məşqələrin Bəli, təkrar doğru. Bəli, olunmasıdır. məşqlərin təkrar olunmasıdır mənfi tərəfi. Müsbət tərəf bəs? Sizcə? Verilən vaxtda həmin məşqələni yerinə yetirə bilir də o qədər uşaq. Daha səmərəli təlim nəticəsinə çatır. Daha səmərəli olur onun üçün. Çünki 15 dəqiqəni, 10 dəqiqəni az uşağa sərf etməklə maksimal nəticəyə çata bilir. Deyir ki, o hansı iş üsuludur ki, istifadə olunan suallar uşaqların idrak səviyyələrinə uyğun olmalıdır. Anlama, tətbiq etmə, qiymətləndirməyə uyğun olmalıdır. Qruplarla iş üsulu. Üsul. Forma dedim. O hansı iş üsuludur ki, uşaqların idrak səviyyələrinə əhatə etməlidir. Biliyini, anlamasını, qiymətləndirməsini, tətbiq etməsini, təhlil etməsini. Suallardır, bəli. Suallar demişdiniz, sualı təkrarladım. Bəs o hansı iş üsuludur ki, uşaqların əvvəlcə mövzu haqqında nə bildiyini müəyyənləşdirməyə şərait yaradır? Əvvəlcə nə bildiyini müəyyənləşdirməyə şərait yaradır. Uşaqların Müzakirə. Assosiasiya niyə dəyişirsiniz? Dedim də, təkrar edirəm. Əvvəlcədən mövzu haqqında nə bildiyini müəyyənləşdir. Assosiasiya idi. Əvvəl də eləyirdik, sonra da eləyirdik. Sonra da müqayisə eləyirdik. Müqayisəyə qiymətləndirməyə də şərait yaradır. Yaxşı. Bəs təkrar diqqətlə qulaq asın, asan sualdır. Daha orada bir kişinin adı vardı, onu çəkmirəm, ehtiyac yoxdur. Deyir, o hansı iş üsuludur ki, yeni biliklərin mənimsənilməsi mövcud biliklərlə əlaqələndirildikdə daha effektiv olur. Bunu hansı iş üsulu üçün istifadə edə bilərik? Yeni biliklərin öyrənilməsi, mənimsənilməsi mövcud biliklərə əsaslananda daha effektiv olur. Söz assosiasiyası. Bəli, bu da söz assosiasiyasıdır. Təşəkkür edirik sizə. Bizə qruplarla iş formasının müsbət və mənfi tərəflərini deyin. Qruplarla iş formasında liderlik olur. Məsələn, bir qrupa
məsəl üçün 4-5 nəfər bir qrupda olur. 5-6 nəfər yenə də 4-5 nəfər də bir qrupda olur. Elə bil qrupun da liderini seçirlər. Hər dəfə də qrup liderinə söz vermək olmaz da. Hər dəfə bir uşaq lider olmalıdır. Çatışmamazlığı da elə bil ki nə Mənfi tərəfləri nədir? çatışmamazlıq da qrupsuz zamanı uşaqlar elə bil ki bir-birinə narazılığa səbəb olur da. Elə bil ki uşaqların çoxsu işləyir, çoxsu işləyə bilmir. Yox. Onda da gərək Utanca, müəllimə ilə başlarının passiv üstündə. uşaqlar dedi Hə. ki, kənar qalır. Aha. Hədə onların yanında olmalıdır. Qiymətləndirmə zamanı çətinlik çəkir də həm də müəllimə. Hı. Fəaliyyət zamanında elə bir səs-küy olur. Səs-küy yaranır. Düzgün qiymətləndirmə olmadıqda da uşaqlar arasında lazımsız rəqabət yaranır. Rəqabət Çatışmamazlıq da yaranır bundan ibarət. qruplarda. O qruplardadır. Hətta qruplarda. Aha. Bəs biz desək ki, bu iş forması uşaqlarda birlik və komanda ruhunu gücləndirir. Hansı iş Bu forması? iş forması birgə fəaliyyət, əməkdaşlıq, kollektiv işdir. Bəli, İşidir. kollektiv. Kollektivdir. Onlarda birgə fəaliyyət yaranır, ideya fikri, təcrübə fəaliyyəti baş verir. Birgə Yox, məqsəd, elə bilirdim ki, cavab bilməyəcəm. aha, birgə məqsəd, birgə işləsə olur qrup, amma ümumi məqsəd, ümumi fəaliyyət, bütün kollektiv bir işin ucundan yapışır, yəni bir işlə məşğul olur. O deyilir formada hamınız olur. O olur kollektiv iş forması. Bəs siz də iş formalarını səhv biləməlisiniz. Siz Yox, ümumiyyətlə deyirəm. Məsələn, müəllimlər elə bilirlər ki, uşaq 4 dənə uşaq oturubsa, qabağında ayrı-ayrı iş olsa belə o qrupdur, fərdi deyil. Yəni bəzən Yox, müəllimə, onu bilirəm. Hə. nə O bilim. fərdini bilirəm. Fərd Bəzən müəllimlər elə daxilidir də. bilirlər ki, stolları birləşdirib hamını bir yerdə oturub, qabağına da ayrı-ayrı iş verirsənsə, bu kollektivdir. Yox, müəllimə, yox. Kollektivdə elə bir dənə yekə bir güldanda gül qablarını qoyursunuz. Hamı deyir ki, rəhləsin bunu da. Elədir də müəllimə kollektivdə. Bəli. Hamı elə bil ki, yığılıb rəhləyir də. Bəli, Hamısı hamı bir bir yerdə, işin, onda bəli, bir dənə kollektivdir. nəticə. Birgə Sonda fəaliyyətdir o. bəli, sonda bir nəticə Ancaq varsa, fərdidə məsəl üçün birinin qabağında alma şəklini çəkir, birində plastilinlə oynayır. Elə müəllimə? Fərdidir eyni də də o. ola bilər, fərqli də ola bilər. Tək başına Eyni də istəyirsə ola uşaq, bilər də. bəli. Tək başına işləyir. Əsas odur ki, Özünə fəaliyyəti uşaq, qiymətləndirmə inkişaf edir. bəli, Öz əsas odur ki, tempi ilə uşaq tək mi yerinə yetirir, yoxsa başqaları ilə mi? Ona əsasən dəyişir. Bəs o hansı yox, iş müəllimə, onu bilirəm. Bəs o hansı iş formasıdır ki, deyir ki, ünsiyyətin inkişafı üçün əsas istifadə olunur. Yəni əgər uşaqlar arasında bir müəllim ünsiyyət bacarığı formalaşdırmaq istəyirsə, bu iş formasından istifadə etsin. Hansından? Cütlərlə. Bəli. Bəs o hansı iş formasıdır ki, müəllimə onu əməkdaşlığı öyrətmək üçün istifadə edə bilər? Əlverişli olar. O da yenə cütlərlə. Yox, əməkdaşlıq. Hə, qruplarla. Kooperativlik, bəli, qruplarladır. Kooperativlik, bəli, O qruplarla. hansı iş formasıdır ki, müəllim onu uşaqların potensial imkanını müəyyənləşdirmək üçün istifadə edə bilər? Etməlidir. Etsin. O da cütlərlə işləməlidir. Potensial imkan. Bu qruplarla. Potensial. Fərdi iş, fərdi. Bəli, mənim potensialım. Fərdi iş forması. Fərdi işdir. Bəli. Fərd daxili. O vaxt, o dəfələr, əvvəllər fərd daxili deyirik də. Bəli. Fərd daxili, elə həminki indi də var. Fərd daxili və introvert uşaqlar üçün əlverişli olan forma hansıdır? Fərd daxilidir də. Yəni fərdi işdir, fərdi iş. Bəli, fərd daxili və introvert uşaqlar üçün əlverişli olan iş forması ilə fərdi iş formasıdır. Bəli, doğrudur. Keçdik üsullara. Bu üsullardan bizə deyə bilərsinizmi ki, elə olsun birinci əqli hücum. Əqli hücumun açar sözlərini siz deyin, sonra mən sizə başqa suallar verim.
Əqli hücum birgə səy nəticəsindədir. Elə burada dəyişiklik olmur. Elə o vaxtki Hı hı. nətər elədi müəllim. Bəli, dəyişiklik heç birində yoxdur. Hamısı iş suallarında Öz dəyişiklik qəti fikirlərini, yoxdur. Sadəcə nümunələr öz verirlər. fikirlərini sərbəst ifadə etmək imkanı verir. Məsələn, fikir müxtəlifliyini, zərurliyini başa düşmək üçün şərait yaradır da. Məsəl üçün müəllimə deyir ki, ev heyvanlarının adını çəkin. Ev heyvanlarının adını çəkir, uşağın biri durub hamısını Hı çəkir. -hı. Ancaq birdən uşaq durur ki, zürafə. O da müəllimə onun səhvini də düz başa düşür də. Yəni ki, açıq demir ki, Yox, uşaqların ona içində o deyirik ki, qısım bəli, var. səhv fikirlər mühakimə olunmur. Səhv fikirdə mühakimə olunmur da. Hı -hı. Yəni əql hücumdur. Bunun da ikinci adı beyin həmləsidir. Elə beyinə nə gəlir onu deyir də müəllim elə. Bəli. Bəs beyinə həmlə odur da. Uşağın Hə. beyninə həmlə eləyirsən, ağlına ilk gələn söz deyil, bəs tamam, məhdud vaxt İlk var gələn burada. sözü deyil. Müəllimə də daha onu şey eləmir də, psikdirmir ki, yəni Bəli. ki, Buna deyirik ki, səhv sonra da cavab anlayışı izah yoxdur. edir də məsəl üçün. Hı -hı. İzah edir ki, elə onu da uşaqlar sonra başa düşürlər. Müəllimə, o zürafə ev heyvanı deyil, hə. Sonra başa düşür ki, o uşaq da hiss eləmir də, psikdirmir. Hı -hı. Bu olur əqli hücum. İdeyaları irəli sürməsinə imkan yaradır da uşaqların. Bəli. Yaxşı, indi keçdik qısa suallar verim mən sizə. Siz də mənə ona uyğun cavablar verin. Deyir ki, bu iş formasının, daha doğrusu üsulunun istifadəsi zamanı verbal və vizual vəsait və vasitələrdən istifadə olunur. Bu sujet rollu oyunlardır Yox, müəllimə. verbal və vizual vəsaitlərdən istifadə ilə dəstəklənir. Verbal, qeyri-verbal elə müəllimə. Verbal və Deyirsin. vizual. Verbal olsun sözlər, qeyri-verbal da jestlər, mimikalar, bir də vizual Vizualda şəkillərdir. oxu, şəkillərdir, Aha. kartlardır. O hansı iş üsuludur ki, şəkillərdən istifadə olunur, həm də jest Tapmaca. mimikalardan, sözlərdən. Tapmaca müəllimə, tapmaca. Nağıl etmə yox. Şəkil, Nağıl etmə. baxın, dəstəklənir Mən onu deyirəm. müəllimənin, onu belə öyrənmişdim ki, müəllimənin ötürülməsindən Bəli, o da var. dinləmə bacarıqlarını. Onu bayaq başqa müəllimə, baxın, nağıl etmənin açar sözlərinə baxın. Məlumatın tərbiyəçidən, bəli, uşağa ötürülməsi, uşaq dinləmə bacarığı, ötürülməsidir. məzmun və mövzunu zənginləşdirir, tamamlayır. Deməli, verbal və vizual vəsaitlərlə, vasitələrlə dəstəklənir. 10-15 dəqiqə vaxt ərzində aparılır. Məqsəd vəzifələr, zaman ardıcılığı gözlənilir. Sujetli şəkillərdən istifadə olunur. Daha sonra nə dedik? Başqa nə dedik? Bax, bunlar hamısı bunun açar sözləridir. Bir dənə açar sözlə yadda saxlamaq da düz olmur. Bəs o hansı iş üsuludur ki, deməli, əvvəl nə bilirdim, indi nə bilirəm. Uşaq özünü qiymətləndirir. Uşaqlarda özünü qiymətləndirmə bacarığı formalaşdırır. Söz assosiasiyası. Bəli, söz assosiasiyası olacaq. Bəs o hansı iş üsuludur ki, deməli, yüksək fəallıq yaradır, oyun formasında keçirilir, anlayışın tapılması əsas şərtdir. Suallarda müəllimə. Yox, Oyun formasında. oyun. Tapmaca. Bəli, tapmacadır. Bəs o hansı iş üsuludur ki, deməli, ideya, məlumat və təəssüratların qarşılıqlı mübadiləsi aparılır? Müzakirə. O hansı, Müzakirə iş üsulu. bəli, o hansı iş üsuludur ki, tətbiqinə başlamazdan öncə uşaqlara qaydalar xatırladılır? Problemli vəziyyət. Yox, qaydalarımız müzakirə. Oyunlar. Müzakirədədir. Bir də müzakirə. Yenə müzakirədədir. Bəs açıq suallardan istifadə olunması tövsiyə olunur? Uşaqlar Açıq suallar. diskusiyaya qoşulurlar beləcə, bəli. Replikalarla diskusiyaya qoşulur və açıq suallardan istifadə. Elə o da müzakirədir.
Bəli, açıq suallar varsa müzakirə doğrudur. O da müzakirə etməli. Bəli, doğrudur. Bir dənə də sual Hı. sizə. Hı -hı. İşte testdə çox vaxtım deyir, tərbiyəçi lövhədə şəkili asır, dairənin mərkəzindən şəkil yapışdırılır və uşaqlara yönəldici suallar verir. Alma harda yetişir? Nə vaxt yeyirik? Məsəl üçün belə suallar verirəmsə, bu hansı üsuldan istifadədir? Taptaca. Taptacadır mənim. Yox, alma deyirəm axı. Taptacadır. Alma dedim. Klaster. Klaster. Şöbələndirmə. Bəli. Əgər Hə, bir alma baş... harda yetişir? Bəli, Bəli, ora yapışdırıram ağac şəkli, sonra hansı rəngdə olur? Rəngləri yapışdırıram ora. Alma dedi bax, amma desəydim ki, bu şəkildəki meyvə hansı meyvədir ki, biz onun hər gün yeyirik bağçada, bəli, o zaman olardı tapmaca. Amma burada birbaşa alma adını çəkirəmsə, bəli, bu olur klaster. Aha. Nə bilim. Hı -hı. Deyir ki, bu yəni klaster üçün təzə açar sözlərdə deyilir ki, bu üsul həm əyləncəlidir, həm də tərbiyəçiyə kömək eləyir ki, məşğələni, mövzunu pedaqoji cəhətdən zənginləşdirsin. Yəni baxın, zənginləşdirir, əhatələyir, şaxələndirir, ümumiləşdirməyə də şərait yaradır. Yaxşı, təşəkkür edirəm. Aha, bəli, tənqidi təfəkkür, təhlil etmə, ümumiləşdirmə, bəli. Bir də problemli vəziyyət. Ay sağ olun. Qrupda ümumi müzakirə, sonda vahid həll yolu, bunlar hamısı problemli vəziyyətin açar sözləridir. Danışın, mən sonra sizə qısa suallar verəcəm. Deməli, yarım qruplarla iş forması 1-3 yaşlı uşaqlara aiddir. Burada uşaqlar qrup yəni 2 yerə bölünür. 7-8 uşaq müəllim bir məşğul olur, sonra da ikinci qrupla məşğul olur. Burada bunun odur ki, vaxt biraz çox olur. Məsələn, 15 dəqiqəyə 7-8 uşaqla məşğul olmaq daha effektlidir. Mənfi cəhəti odur ki, müəllimi yorur. Yəni, eyni məşğələni 2 dəfə keçir müəllimə. Bəli, bu mənfi tərəfi budur. Bəs müsbət tərəfi? Tərəfi də odur ki, uşaqlar daha yaxşı mənimsəkdə 15 dəqiqə ərzində az uşaqla məşğul olmaq daha səmərəlidir. Yaxşı, indi siz bizə deyin görüm, o hansı iş formasıdır ki, ümumi məqsəd müəyyənləşir? İş forması kollektiv iş formasıdır. Bəs o hansı iş formasıdır ki, uşaqlarda liderlik bacarığı inkişaf etdirilir? Bacarığı qruplarla iş formasındadır. Bəs o hansı iş formasıdır ki, uşaqlar müstəqil fikir söyləyir? Fərdi iş forması. Fikir söyləmək qruplarla iş formasındadır. Digərlərini dinləmə? Qruplarla. Yaxşı. Bəs konfliktli uşaqlar üçün əlverişsizdir? Cütlərlə iş forması. Konfliktli uşaqlar üçün əlverişsizdir. Cütlərlə iş forması, bəli. Bəs dominantlıq? Bir uşağın hakim olma riski? Qruplarla iş formasına aiddir da, eyni uşağı hər dəfə lider seçmək olmaz. Bəli. Bəs o asılılıq yaradan üsul? Asılılıq cütlərlə formasındadır. Hansında? Cütlərlə. Bəli, cütlərlə iş formasındadır. Bəs o hansı iş formasıdır ki, maraqsızlıq yaranır, mütəmadi istifadə olunarsa motivasiyanı aşağı salır? Uşaq nə qədər çox tək məşğul olarsa, onun motivasiyası azalır. Fərdi iş forması. Bəli, davamlı mütəmadi istifadə bəzən mənfi hallardan, bəli, maraqsızlığa səbəb ola bilir. Yaxşı. Uşağın potensial imkanı müəyyənləşir? Fərdi iş forması. Bəli, fərdi iş forması. Sonra. Bax, orada təzə adlar çıxmayıb, təzə onların adlarını çəkmirəm.
ya da nə bilim çəkinmə. Hı hı. Deyir, onlardan biri deyir ki, yaxşı, Albert Bandura deyir ki, bu iş forması zamanı uşaqlar başqalarına baxaraq öyrənirlər. Yəni bir-birinə model götürürlər. Bu hansı iş forması üçün Bu istifadə edilir? cütlərlə formasındadır. Albert Bandura. Bəli. Montessori fərdi iş formasındadır. Hı -hı. Bunlardan heç xoşum gəlmir. Sonra Hə, biz sadəcə fikirləri qruplarla səsləndiririk. Bizə qruplarla iş formasında deyəsən John Dewey'dir. oralara getməyin, lazım deyil. Bizə fikir lazım. Baxın, Va deyir ki, Bandura deyir ki, bu iş forması zamanı uşaqlar bir-birinə baxıb öyrənirlər. Yəni bir-birini model götürür. Bu hansı iş forması? Bizə formanın özü bu lazımdır. Bizə Bandura lazım deyil. cütlərlə iş Ah, forması cütlərlə. aha. Bəli, cütlərlə iş forması üçün istifadə olunub bu fikir. Deyir ki, bu iş forması uşaqlar arasında fikir mübadiləsini, dinləmə bacarığını, məsuliyyət hissini formalaşdırır. Qruplarla iş forması. Bəli, qruplarla iş forması. Aaa, bu hansı iş formasıdır ki, məsuliyyət uşaqlar arasında bölüşdürülür? Cütlərlə iş forması. Məsuliyyət uşaqlar arasında bölüşdürülür. Məsuliyyət qruplarla forması çaşdım. Hı -hı. Aha. Bu hansı iş formasıdır ki, kooperativ təlim strategiyası deyəndə ağlımıza məhz bu iş forması gəlir. Kollektiv iş forması. Kooperativlik. Yox, kooperativlik əməkdaşlıqdır. Kooperativ əməkdaşlıqdır, qruplarla iş Bəli, formasına aiddir. bəli, bəli, bəli. Hı -hı. O hansı iş formasıdır ki, sosial rolların dəyişməsi, liderlik və dəstək kimi bacarıqlar uşaqlara öyrədilir. Qruplarla iş forması. Bəli, yenə də qruplar. Bəli. Bütün qrup bir məqsəd uğrunda birləşir. Kollektiv iş Bəli, forması. orada bütün qrup deyirəmsə, hamı bütün uşaqları nəzərdə tuturam. O hansı iş üsuludur ki, məhdud vaxt, ideyaların toplanması və Əqli, fəaliyyəti stimullaşdıran, əqli hücumdur. bəli, əqli hücumdur. Yaxşı. Hansı iş üsuludur ki, mövzu ilə bilavasitə əlaqəli olmalı, məntiqi ardıcıllıq gözlənilməlidir. Suallar iş üsulu. Bəli. Hı -hı. Sahib olmalıdır. O hansı iş üsuludur ki, uşaqların tənqidi təfəkkürünü, məntiqi ardıcıllığını inkişaf etdirmək üçün ardıcıllıqla verilməlidir və uşaqların idrak Məntiqi səviyyələrinə ardıcıllıq. uyğun olmalıdır. Suallar iş üsuludur Bəli, bu da. yenə də. Burada idrak səviyyələri deyəndə bizim bu məşhur Bloom İdrak- taksonomiyası nəzərdə tutulur. Bəli, hələ ki ora dəymirik çox da. Sadəcə idrak səviyyəsi deyəndə biz bunu zaten əvvəlki köhnə dərslərimdə də həmişə demişəm ki, suallar üsulu həm aşağı təfəkkürlü uşaqları nəzərə alaraq, həm də yuxarı təfəkkürlü Bəli. uşaqları nəzərə alaraq belə deyək də 2 sadə, 3 mürəkkəb ya da indi 3-4 dənə demir, 4-5 dənə verin. Elə olmalıdır ki, həm sadə sual olsun, yəni anlama, xatırlama, həm də düşünmə bacarığı. Yəni bir növ açıq sual kimi və ya qapalı sual kimi. Məsəl üçün uşaqlar hansı ev heyvanları var? Sizin heyvanınız olsaydı ona necə qulluq edərsiniz? Sizcə ev heyvanına qulluq etmək çətindirmi? Həm uşağa soruşur ki, hansı ev heyvanları var? Xatırlamadır. Yəni asandır. Bunu ən pasiv uşaq belə bir dənə toyuğun adını ya da bir itin, Bəli. quzunun adını deyə biləcək. Sonra soruşur ki, sən hansı heyvanın olmasını istərdin? Düşündürür. Sonra da təhlil etmə, anlama. Necə qulluq edərsən? Yəni bu səviyyədə mövzuya uyğun sadə mürəkkəbə bir neçə sualla uşaqlara suallar verilir. Və suallar üsulu fərdi əsasən tətbiq olunur. Təbii ki, kollektiv də olur, amma bir bir uşağın əgər fikrini almaq üçün suallar istifadə olunursa, bu həm fərdi, həm də kollektivə aiddir. Xorla cavab verəcəklərsə kollektiv gedir. Bir sual salmışdım testdə. O hansı iş üsuludur ki, bütün iş formalarında istifadə oluna bilmir? Bilmir. Aha. Bütün Oldu. formalarında istifadə oluna bilməyən iş üsulu. Bu MİQ 2023-ün də sualı olub.
Hansı iş üsuludur? Eee, ya müzakirə. Bəli, müzakirə. Niyə müzakirə? Bəs hansı iş formasında istifadə olunmur ki, müzakirə biz ona elə deyirik? Fərdi iş formasında. Ay, sağ olun. Niyə? Çünki Təkdir, tək özü bəli, üçün tək işləyir. şah kiminlə müzakirə etsin, kiminlə fikir mübadiləsi eləsin, kiminlə söhbət etsin. Ona görə mütləq şəkildə birinci Migedo vaxt bilməyən üsul elə müzakirədir. Çünki fərdi verə bilmirəm onu. Allah. Bəli. Sonra bir dənə də sual. Hardan verir suallardan? Mövzu bir hansı üslub yaddan çıxır. Oyunları çox soruşmuram, çünki oyunları atacağam, orada dinləyərsiniz. Oyunlar haqqında yaxşı gəlin belə bir sual verim də. 3-6 yaşda istifadə olunan oyunlar iş üsuluna nələr daxildir? Ümumilikdə bir balaca məlumat verin. Sizcə? Necə məlumat bir də tək 3-6 yaşda istifadə etdiyimiz oyunlar iş üsuluna hansı oyunlar daxildir? Nə kimi oyunlar? rollu oyun, Təkcə rollu oyunlar. didaktik oyunlar, rollu oyunlar, Hı -hı. sonra Qaydalı və yaradıcı oyunlarla Stol. belə başlayırıq. Aha. yaradıcı oyunlar. Bəli, qaydalı və yaradıcı. Onun Konstruktor. içində hər şey var. Hərəkətlisi var, didaktiki var, rollusu var, dramlaşdırılmışı var, şifahi sözlü oyunu var, əşyalarla, oyuncaqlarla. Bütün növ oyunlar, məşğələlərdə istifadə etdiyimiz həmin o oyunlar ki var, bu elə məhz bu oyunların formalarından birlikdə meydana çıxıb. O hansı iş üsuludur ki, biz ona uşağın deməli deyir ki, yeni biliklərlə mövcud biliklərini əlaqələndirdikdə daha effektiv alınır. Bu söz assosiasiyasıdır. Bəli. Yeni biliklərini uşaq nə bilir, sonra mövzu keçiləndən sonra uşaq nə öyrənir. Aha, bəs desəm ki, köhnə bilikləri aktivləşdirir sizcə? Köhnə bilikləri aktivləşdirir. Bu da söz assosiasiyasıdır məncə. Bu klasterdir. Klasterdir. Bəli, əlaqə yaradılırsa söz assosiasiyası, köhnə bilikləri nə dedik? Köhnə bilikləri aktivləşdirirsə, bəli, klasterdir. Məsələn, uşaq biz əvvəldən bilir ki, inəyin südü olur. Bu dəfə onun mövzu ilə bağlı aktivləşir, yəni köhnə bilikləri aktivləşir. Amma köhnə biliklə əlaqə yaradanda uşaqlar əvvəlcə qışla bağlı xatırladığı sözləri deyirlər, sonra müəllimə mövzunu keçir, mövzudan yeni öyrəndiklərini də müqayisə edəndə olur. Əla. Deyin görüm, təlimin strategiyaları hansılardır? Təlimin strategiyaları təlimin təşkilinə verilən prinsip və tələblər, iş üsulu, iş formaları, planlaşdırma. Bir də dəstəkləyici mühitdə aiddir ora. Mürəkkəbdir də Yaxşı. görəsiniz. Mürəkkəb deyil, prosta təzədir. Bizim üçün yeni bir şeydir də, ona görə dilimiz, gözümüz öyrəşməyib. Siz bizə fərdi iş formasının müsbət və mənfi tərəflərini deyin. Mən sonra sizə qısa suallar verəcəm. Fərdi iş formasında uşağın öz inkişafı, öz motivasiyası inkişaf edir. Yəni öz inkişafı ilə aparır, yəni işi, qərarı özü verir, özünə inam yaranır, təhlil etmə, kreativ düşünür də, yəni Montessori deyə yanaşmasına yaxındır. O təzə ilə belə öyrənmişdim, Montessori yanaşmasına yaxın. Nə? Fərdi iş forması. Bəli. Oralara getməyin, ehtiyac yoxdur. Onlar fərdi iş, onu keçəndə orada deyəcəyik zaten. O mənfi tərəfi də odur ki, uşaq sayı çox olarsa vaxt çatmır, əməkdaşlıq bir də inkişaf etmir, uşağın sosial bacarığı inkişaf etmir. Aha. Bəli. Sosial təcrid desəm? Bəli, o təzədə elə yazılmışdı. Bəli, sosial təcrid. Yəni sosiallaşmadan kənarda qalır da, məhrum olur. Introvert uşaqlar üçün əlverişli olan? Introvert uşaqlar üçün elə budur deyəsən. Aha, bəli. Bəs ekstrovert uşaqlar üçün əlverişli olan? O cütlərlə işdir. Münasibətləri daha yaxşı olan uşaqlarda olanda daha yaxşı nəticə əldə etmək olur. Doğrudur.
O hansı iş formasıdır ki, köhnədən verim də sizə, asosial uşaqlar sosiallaşır? Cütlərlə işdir. Bəli. O hansı iş formasıdır ki, konfliktli uşaqlar üçün əlverişsiz hesab olunur? Elə bu cütlərlə işdir. Onlarda daha yaxşı nəticə almaq olur. Bəli. Bəs o hansı iş formasıdır ki, biraz təzələrdən də verəcəm, bax bənzədib cavab verərsiniz. Deməli, uşaqlarda asıllıq yaradır, müstəqil düşünmə bacarıqlarını zəiflədə bilər. Asıllıq yaradan da elə cütlərlə işdir. Ay, sağ olun, bəli. O hansı iş formasıdır ki, uşağın öz ritminə uyğun irəliləməsinə imkan verir? Öz ritminə uyğun elə fərdi iş forması. Bəli, əlbəttə. Bəs o hansı iş formasıdır ki, uşaqlar başqalarının fikrinə hörmət etməyi öyrənirlər? Bu qruplarla işdir. Bəli. Bəs o hansı iş formasıdır ki, liderlik bacarığı, keyfiyyətləri inkişaf edir? Elə o da qruplarla işdir. Dominantlıq. Bəli. Uşaqlarda kooperativlik bacarıqları inkişaf edir. Kooperativlik nədir? Kooperativlik əməkdaşlıqdır. Əməkdaşlıqdır. Bu da elə qruplarla işdir. Bəli, əla. Bəs, deməli, vəzifə bölgüsü aparılır, məsuliyyət uşaqlar arasında bölünür desəm? Qruplarla işdir, müəllimə. Bəli. Bəs ümumi məqsəd uğrunda birləşmə? Əgər ümumi birgə varsa, o kollektivdir. Bəli. Əla. Bəs uşaqlarda digərlərini dinləmə bacarığı inkişaf etdirən? Digərlərini dinləmə qruplarla işdir. Aha. Bəs bir-birindən öyrənmə? Bir-birindən öyrənmə cütlərlədir deyəsən. Bəli. Digərini Bəs yaxın dinləməyə inkişaf zonası güclənir? Yaxın inkişaf zonası güclənir. Bu yaxın inkişaf zonası Hansı iş güclənir. formasında yaxın inkişaf zonası güclənir deyirik? Yaxın inkişaf zonası. Qruplarla işdir. Bəli. O hansı iş formasıdır ki və üsuludur ki, orada qaydalar tətbiq olunmalıdır mütləq? Qaydalar müəllimə, qaydalar tətbiq olunmalıdır qruplarla. Bəs hansı iş üsulunda? Hansı iş üsulunda? Bu köhnədən də var. Qaydalar tətbiq olunmalıdır iş üsulunda. Qruplarla qaydalar tətbiq olunmalıdır. Qaydalar müzakirədə müəllimə, müzakirədə. Bəli. Qaydalar əvvəlcədən başa salınır, əvvəlcədən deyilir. O hansı iş belə deyək də, üsuludur ki, məntiqi ardıcıllıq gözlənilməli və məzmun və mövzu ilə bilavasitə əlaqəli olmalıdır? Suallar. Aha. Mövzu və məzmunun zənginləşdirilməsi məqsədi ilə istifadə olunan? Zənginləşdirilməsi. Zənginləşdirir. Yox. Mövzu və məzmunun zənginləşdirilməsi məqsədi ilə. Nə zənginləşdirir bizi? Oxumaq, nəql etmə, nağıl etmə. Nəql etmə, nəql etmə. Bəs o hansı iş üsuludur ki, uşaqların nitq və söz ehtiyatını inkişaf etdirir, dinləmə bacarığı formalaşdırır? Dinləmə bacarığı nəql etmədədir, müəllimdən uşağa ötürülür. Nitq söz ehtiyatıdır. Çünki axı uşaqlar dinlədikcə bizi dinlədikcə sözlər də öyrənirlər, təzə sözlər, bəli. Bəs o hansı iş üsuludur ki, fikir müxtəlifliyi yaratmaq və uşaqların fəallığını artırmaq məqsəd daşıyır? Fikir müxtəlifliyi yaradır müzakirədə. Yox. Fikir müxtəlifliyi, bir də nə dedim? Fəallığı artırır, bəli. Bəs o hansı iş üsuludur ki, tənqidi təfəkkürü, təhlil etmə və ümumiləşdirmə vərdişini inkişaf etdirir? Uşaqlara həlli bilinməyən vəziyyət təqdim olunur
və sonda vahid həll yolu tapılır. Tapmacadır. Xeyr. Tapmacada problem olmur, şəkil olur. Təkrar. Problemli vəziyyət. Bəli. Tənqid, təfəkkür, təhlil etmə və ümumiləşdirmə. Dedik ki, Ümumiləşdirmə, tənqidi bəli. problemli Dedik, vəziyyət. dedik, nəsə dedim burada. Dedim ki, həll yolu bilinməyən vəziyyət. Vərəqlərdə paylanılır Hə, problemli vərəq sözünü vəziyyət. demədim də bir Müzakirə dənə. edilir. Bəli, bir dənə vərəq sözünü Hə. demədim. Dedik ki, vəziyyət təqdim olunur uşaqlara və vahid həll yolu tələb olunur. Həll yolu varsa, problem var ki, onun həlli də axtarılır. Bəli, əla, doğrudur. Problem. Aha, uşaqların idrak fəallığını, tənqid, təfəkkürünə, inkişafına yönəlik olan və onların idrak səviyyələrinə uyğun istifadə olunan üsul. Uşaqların idrak səviyyəsinə uyğun, idrak fəallığını artıran və tənqidi təfəkkürünü inkişaf etdirən üsul. Suallardır mənim. Bəli, bu da suallardır, doğrudur. Strategiya nəyə xidmət edir? Strategiya mövzunu əvvəlcədən düzgün təlimin təşkilini əvvəlcədən hazırlanan məqsədə çatmaq üçün, nəticəyə çatmaq üçün hazırlanan məqsədlər zənciri, strategiya minimum vaxtda, yəni az vaxtda az vaxt, az əmək sərf etməklə, az resurs sərf etməklə böyük effektiv nəticə əldə etmək yollarıdır strategiya. Yəni daha qısa desək, bunu indi deyirəm, gəlin dəfə soruşacağam. Strategiya daha səmərəli təlim təşkil etməyə xidmət edir. Və təlimin strategiyalarına nələr daxildir? Təlimin strategiyalarına daxildir. Təlimin strategiyalarının mahiyyəti, təlim mühitinin Mahiyyət lazım deyil. təşkili, Aha, mahiyyət lazım deyil. Prinsiplər? təlimin Qısaca. təşkilinə verilən tələblər, Aha. indiki iş üsulu, iş formaları, bir də planlaşdırma. Bəli. Və bu mahiyyət yoxdur. Mahiyyət orada girişdir də, o bizə lazım deyil. Prinsiplər, iş üsulu, iş forması, planlaşdırma və inkişaf etdirici mühitin təşkili. Bəzən yerdə qeyd olunur, amma fakt olaraq inkişaf etdirici mühit təlim strategiyasına daxildir. Niyə aşağı yaşlarda cütlərlə, qruplarla iş forması yoxdur? Cütlərlə, qruplarla iş forması aşağı qrup. Çünki onlarda söz bazası, söz ehtiyatı olmur. Yəni ona görə yəni qarşılıqlı mübadilə olmur da, fikir mübadiləsi olmur o uşaqlarda. Söz ehtiyatları az olduğuna görə cütlərlə, qruplarla iş forması da olur. Orada əsasən fərdi olur, yarım qruplarla olur, bir də kollektiv olur. Bəli. Təkcə uşaqlarda 1-ci, 2-ci körpələr qrupunda ünsiyyət, sosial bacarıqlar, sosial emosional bacarıqlar formalaşmadığı üçün biz aşağı qruplarda cütlər və qrup verə bilmirik. Çünki birgə fəaliyyət, paylaşmaq, bölüşmək, empatiya kimi bacarıqlar onlarda hələ formalaşmayıb. Yoxdur, formalaşmayıb. Bəli. Ona görə də yoxdur bu körpələr qrupunda. Yaxşı, bizə deyə bilərsinizmi ki, o hansı iş formasıdır ki, bütün qruplarda istifadə olunur? Fərdi, bir də kollektiv. Bütün qruplarda var. Bəs yalnız 3-6 yaşda istifadə olunan? Cütlərlə, bir də qruplarla. Bəli. Qrup işi forması, bir də cütlərlə. Bəli. Bəs yalnız erkən yaşda istifadə olunan? Fərdidir, yarım qrupdur, bir də kollektivdir. Yalnız erkən yaşda. Hə, yarım qrup. Bəli. Siz bizə deyə bilərsiniz ki, oyunlar iş üsulu necə tətbiq olunur? Oyunlar iş üsulu deyəndə bura nələr daxildir? Balacaca. Oyunlar iş üsuluna, deməli, oyunlar iş üsuluna birincisi aiddir qaydalı və yaradıcı oyunlar. Qaydalı oyunlara da aiddir didaktik və hərəkətli oyunlar. Yəni bunlar da, bizə süjetli rollu oyunlar daxildir. Doğrudur. Yəni oyunlar dedikdə şifahi, didaktiki, hərəkətlisi, mütəhərrik olanı, yaradıcı, qaydalı, rollu, dramlaşdırılmış, Süjetli rollu, bəli, dramlaşdırılmış. bütün oyunlar bura daxildir. Oyunlar daxildir. Bəli, məşğələlərdə bunlardan ətraflı şəkildə istifadə edirik. Keçdik
Nə sual verdim mən sizə indi? Hə, üsullardan. Mövzu ilə Oyunlar. bağlı Hı. müxtəlif ideyalar toplamaq. Hansı üsulunu Mövzu ilə açarsınız? bağlı əqli hücumdadır müxtəlif Bəli. ideyalar toplamaq. Aha. Bəli, Deyək ki, əqli hücumda ümumiyyətlə hə, buyurun. əqli hücumda ümumiyyətlə ideyalar toplanır Hı -hı. və birgə səy nəticəsində məhdud vaxt qoyulur və ideyalar toplanır, amma mühakimə olunmur. Yəni Hı -hı. onların Səhv fikirlərinə cavab. qiymətləndirilmir. Səhv cavab verilmir. Bəli, səhvdir, düzdür Səhv deyilmir cavab də. Yəni anlayışı fikir yoxdur deyirik, bəli. Səhv yoxdur. cavablar Yoxdur. mühakimə olunmur. Bəli. Bəli. Oyunvari üsuldur, yüksək fəallıq yaradır, təfəkkürü, diqqəti və məntiqi düşünmə bacarığını inkişaf etdirir. Tapmaca iş Bəli. üsulu. Dinləmə, danışma, arqument gətirmə, fikir mübadiləsi. Ümumiyyətlə bu müzakirəyə aiddir. Bəli. Mübadilədir, müzakirədir, Hı -hı. diskussiyadır, nə Bəli, bilim, arqumentdir. arqument gətirmədir, bəli. Aha. Əsaslandırmadır, fikrini Uşaqlar əsaslandırırsan. fikirlərini sərbəst ifadə edir, azad fikir güdülür və təşviq edilir, yaradıcı təfəkkür formalaşdırılır. İş üsulunu deyirsiniz mi? Bəli, bəli. İş üsulu, hə, müzakirə. Təkrar edirəm, azad fikir yürütməyə təşviq edilir, yaradıcı təfəkkür, Əqli sərbəst fikir. hücum, əqli hücum, Bəli, əqli hücum, bəli. əqli, hə, Uşağa sən çətinlik verilir və onun bir neçə həll yolunun işlənib hazırlanması təklif olunur. Aha. problem həll etmək. Bəli, dinləmə və yaddaş bacarıqlarını inkişaf etdirir, düşüncə və təxəyyülü və nitq ehtiyatını zənginləşdirir. Dinləmə bacarığı, ay, Dinləmə, bilmirəm. yaddaş, təxəyyül, nitq və söz ehtiyatı. Söz assosiasiyasıdır. Yox. Hadi yadımda deyil. Dinləmə, diqqətlə qulaq asın, yəni cavab verməyə çalışmayın tez. Aha. Dinləmə, yaddaş, təxəyyül, nitq və söz ehtiyatını inkişaf etdirir. Təxəyyül. Dinləmə, yaddaş, təxəyyül, nitq və söz ehtiyatı. Bunları kompleks birləşdirəndə sizcə hansı üsul alınır? Kitab cümləsi deyil. Klass deyir. Yox. Klass deyir. Dinləyirik, Dinləmə. yadda saxlayırıq, təxəyyülümüz işləyir, nitq və söz ehtiyatımız artır. Əqli hücum. Nağıllar, nağıl etmə. Nağıl, heç onu Dinləyirik, yəni o yadda qeyd eləyim mənim saxlayırıq, onu. yaddaş. Təxəyyül uşaq fantaziyasını, təxəyyülündə canlandırır. Söz və nitq Aha. ehtiyatı artır. Aha. Yaxşı? Yaxşı. Söz ehtiyatı Hı artır. -hı. Yaxşı. Tak. Yaradıcı və assosiativ təfəkkürü inkişaf etdirir, müqayisəli qiymətləndirməyə imkan yaradır. O söz assosiasiyası. Bəli. Adını da deyə bilmirəm. Assosiasiya. Söz assosiasiyası. Qısaca deyim, biz Bir də biləcəyik. S var. Assosiasiyası. Evdə nə Qəşəng qədər sözdür amma. məşq eləmişəm. Assosiasiya. Assosiasiya. Siz demiş nə qədər sığısı var. O hansı iş Su var, formasıdır çoxdur. ki, bəli. O hansı iş formasıdır ki, dominantlıq açar sözdür? İş forması. Bəli, keçdik formalara. Qrup işindədir mənim liderlik, Bəli. dominantlıq. Liderlik keyfiyyətləri önə çıxır, sosial bacarıqlar formalaşır. Qruplarla işdə. Bəzi uşaqlar az, bəzi uşaqlar çox işləyə bilir. O da qruplarla işdədir. O mənfi cəhətidir onun. Bəli. Zəif və utancaq uşaqlar fəaliyyətdən geri qalır. Bu kollektivə aiddir. Bəli. Ümumi məqsəd müəyyənləşdirilir. O da kollektivdədir. Ümumi məqsəd, bütün uşaqlar bir məqsəd üstündə çalışır. Yəni bir şeyin üstündə, bir fəaliyyət üzərində çalışır. Əməkdaşlıq və kooperativlik bacarıqları formalaşdırılır. Qruplarla işdədir. Bəli. Əməkdaşlıq. Aha. Bu iş forması zamanı uşaqlar bilikləri birgə qurur, müzakirə ilə əsaslandırır. Necə məmə bir də təkrar Bu iş edirsən? forması zamanı uşaqlar Aha. bilikləri birgə qurur və müzakirə ilə əsaslandırır. Qruplarla işdə Mhm. birgə qurur. Birgə qurmaq. Bəli. Yaxşı. Sonra kollektivdən nə verdik başqa? Aha. Uşaqlar arasında yaxın əməkdaşlıq bacarığı formalaşır.
Yaxın əməkdaşlıq cütlərlə işlədim müəllimə. Yaxın əməkdaşlıq. Ən yaxın Ən yaxın əməkdaşlıq da əməkdaşlıq. cütlərdir. Mhm. Hı hı. O hansı iş formasıdır ki, bütün qrup fəaliyyətin bir parçası olur? Kollektiv iş forması. Bəli. Hı hı. Digərlərini dinləmə. Digərlərini dinləmə, Hı hı. deməli, digərlərini dinləmə. Digərlərini dinləyir. Dinləmə bacarığı ümumiyyətlə kollektivdədir də müəllimə. Yox, digərlərini dinləmə. Qruplarla işdə, Bəli, qruplarla qruplarının işdə. köhnə açar Hə, sözüdür, qruplarla amma işdə digərləri, hə, aha, başa amma düşdüm. Digərlərini təzədə dinləmə belə verilib. Deyir ki, qruplardadır, dinləmə bacarıqları inkişaf etdirilir. formalaşır. Formalaşır deyir. Hə, Aha, orada o nə yazılmış? kollektivdədir. Formalaşır Hə, deyirsən, kollektivdir də, bəli, dinləmə bacarıqları inkişaf edir, olacaq digərlərini dinləmə isə digərlər. qruplarladır. Bəli. Bir də var bir-birindən öyrənmə, O cütlərlə işlədir, bəs bir-birindən öyrənir. digərlərlə öyrənmə. Digərlərindən öyrənmə qruplarla işdə. Bəli, yoldaş qiymətləndirilməsi əsasdır O da qruplarla işdə. cütlərdə. Cütlərlə. Bəs yoldaş özlü qiymətləndirmə. qiymətləndirmə inkişaf edir? O fərdi işdədir, fərdi iş formasındadır. Bəli, o fərdi iş formasındadır, doğrudur. Yaxşı. Özlü qiymətləndirmə varsa, bəli. Uşağın tənqidi təfəkkür bacarıqlarını inkişaf etdirən? Tənqidi iş forması müəllimə. Bəli. Tənqidi təfəkkürünü cütlərlə işlədi müəllimə. Yox, o da fərdidədir. Tənqidi yanaşır da özünə. Fərdidən tənqidi. Hə, Refleksiya edir, tənqidi. özlü refleksiya. Özlü refleksiya desəm, olacaq fərdi. Aha, Rəy vermə tənqidi. desəm, Hə. olacaq cütlər. O da aha. Əsas tənqidi götürülür təfəkkür. cütlər. Bəli. Aha. Vəzifə bölgüsü aparılır dedik deyəsən bayaq, yoxsa yox? Qruplarla. Bəli, Qruplarla işdə müəllimə. qruplardan. Doğrudur. İş bölgüsü. Təlimin strategiyaları nəyə xidmət edir? Təlimin strategiyaları təlimin necə keçirilməsinə, necə olmasına, qurulmasına? Aha, deməli, yəni qurulmasına. qısaca nəyə Yəni xidmət edir? təlimin orada iş üsulu, iş forması, planlaşdırma, təlimin təşkilinə qoyulan prinsiplər, tələblər, Nəyə xidmət bunlar. edir? Səmərəli Təlimin necə səmərəli, səmərəli və təlim təşkil etməli. ardıcıl, səmərəli təlim təşkili və bir də məqsədə çatmaq üçün ardıcıllıq olmalıdır. Hı Ardıcıllıq. -hı. Yaxşı.